Hörmətli müştərilər, Babaş rayon Zeynəddin kəndində, kənd mərkəzinə yaxın yerdə 13 sot həyət yanı torpaq sahəsi satılır. Yəni göstəririk, həyət 13 sot, bütün sənədləri üstündədir. Gördüyünüz kimi bütün növ meyvələrdən vardır. Demək 50-yə yaxın üzüm kolları var, 4 sızıq üzüm koludur, qəşəng qırmızı, qara kişmişlərdir. Qəşəng dediyim kimi meyvə ağaçlarıdır, bunlar alma ağaçlarıdır. Burada qəşəng alma xaralar, armud, gözəl armudlar var, göycəsi var, heyvası var. Yəni istənilən alması, armudu, qəşəng qızıldamcı alma xaraları var. Həyəti bir geniş göstərirəm. Demək, ən əsası su məsələsidir. Artiziyana 40 metr arası var. Demək olar ki, sutanın istənilən vaxtı daimi bax bu cür suyu var. Yəni suvarmaq olacaqdır həyəti. İki tərəfli yoldur. İki tərəfi yoladır. İki tərəfi həyətə bağlıdır. Bu tərəfdən də həyəti çəkirəm. Baxasınız. Demək, transformator həyətə çox yaxın yerdədir. Gələcəkdə lazım olar. Küçə yolu göstərirəm. Küçə yolu şebenlidir, çox gözəl yoldur. Yəni istənilən maşın rahat gəlib gedə bilər, heç bir çətinlik yoxdur. Bu da üst tərəfdə olan yoldur. Və gördüyünüz bu həyət deməyim odur ki, bütün sənədləri də qaydasındadır. Əlaqə saxlamaq üçün nömrəmi deyirəm: 060 330 56 54. İstənilən adam zəng vurar, inşallah razılaşmada olacaqdır.